Qardaşımız soruşur və deyir ki, niqab haqqında alimlər arasında ixtilaf var və vacib görən, fərz görən alimlərin dəlili nədir? Və həmçində ki, əgərlərim kimsə vacib görməyən tərəfdədirsə, onu götürürsə o rəyi niqab taxan insanlara qarşı necə olmalıdır? Yəni nifrət eləməlidirmi? Və s. ilə axır. Və həmçində qeyd edir ki, bir qardaşımızın ailə qurduğu qızı ilə niqaba görə əlaqəni kəsir, danışılmır. Nə dərəcədə düzgündür? Birincisi, əziz qardaşlarım, bu haqda nazil olan bir neçə ayələri qeyd eləmək istəyərdim Allahın izni ilə. Necə bilirsiniz ki, ayələr nazil olmamışdan qabaq qadınların üzləri və əlləri də açıq olubdur. Bu ayələrdən birincisi Əhzəb surəsinin 53-cü ayəsidir. Əl-Əyə. Və izə səəltumuhunna məta'an fəsəluhunna min vərai hicabin. Zəlikum əthəru liqulubikum və qulubihinnə. Çünki burada peyğəmbərlərin zövcələrindən gedir söhbət. Peyğəmbərlərin yəni zövcələrindən bir şey istədikdə pərdə arxasından istəyin. Mənalı tərcüməsidir. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Və növbəti ayə eyni surədəndir. Əhzəb surəsinin 59-cu ayəsi. Əl-Əyə. Yə əyyuhən nəbiyyü qul ləzvacikə və bənatikə və nisəil müminə yudninə aleyhinnə min cələbibihinnə zəlikə ədnə ən yu'rafnə fələ yu'zeynə. Ey Peyğəmbər, zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Başqa ayə Allah Subhanahu taala buyurur: "Və qul lil mu'minati ya'dudna min absarihinna və yahfazna furucahunna və la yubdina zinatuhunna illa ma zahara minha və liyadribna bihumurihinna ala cuyubihinna." Ən-Nur surəsi 31-ci ayə. Mənalı tərcüməsi: Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çəksinlər, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünən istisna olmaqla. Zinətlərini göstərməsinlər, baş örtülərini yaxalarının üstünə çəksinlər. Burada ximar deyəndə bu örtüdür. Bihumurihinnə alə cuyubihinnə. Ceyb isə cuyub onun cəmidir. Bu da ki, başla, başın çıxdığı yerdir. Həmçində başla bərabər nə çıxır oradan? Üz çıxır. Bu həmçinin üzü yəni ki, qəsd olunur. Allah Subhanahu bildirir. Və həmçində ki, baş və üz. Ceyb deyəndə boyundur. Boynun aşağısı gedilir söhbət. Yəni oradan da nə çıxır? Boyun çıxır, baş, üz. Hamısı bunlar yəni ki, bir yerdə çıxır. Burada başı təkcə örtüb üzü örtməmək mümkün deyil. Və yaxud da boynu örtməmək mümkün deyil. Necə ola bilər ki, insan boynunu örtsün, amma üzünü örtməsin? Burada yəni Allah Subhanahu taalanın əmr elədiyi yer üzdür. Gəlib necə? Qadının sinəsinə düşür. Yəni bu hicab olmur. Bu yalnız nə olur? Ximar olur. Yəni bu da ki, burada Allah Subhanahu əmr elədiyi bizdə şey üzün də örtülməsidir başla bərabər. Burada ayədə baxsaq, Allah Subhanahu deyir: "Və la yubdina zinatuhunna." Yəni zinətlərini göstərməsinlər. Zinət deyəndə qadında nə sayılır? Nə şamil edir özündə? Əlbəttə ki, üzü də şamil edir. Və həmçində ki, başqa şeylər zinət sayılır. Saçı olsun, sinə hissəsi olsun, qədəm olsun və əllər olsun və s. Yəni buna bənzəyən şeylər hamısı. Hətta Allah Subhanahu taala qadağa edir. Həmin bu ayənin axırına baxsaq, Allah Subhanahu qadağan eləyir qadınların ayaqlarının yerə çırpmasına görə. Onun səsini eşidib insanlar fitnəyə düşməyə görə. Necə ola bilər ki, fikir verin, Allah Subhanahu taala belə ayağın səsini belə fitnə adlandırır və o zinəti aşkara çıxartmaq adlandırır Allah Subhanahu taala. Ayə baxsaq ardında Əl-Əyə Allah Subhanahu deyir: "Və la yadribna bi arjuluhinna liyu'lama ma yukhfina min zinatihinna." Necə qeyd olunur? Gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını vurmasınlar. Xalxal adlandırırdı. O qadınlarda ayaqlarında səs verən əşyalar olurdu. Onu da yerə vuranda səs çıxırdı. Hətta fikir verin, Allah Subhanahu taala bunu belə qadağan edir. Qadının gizlətdiyi o zinəti aşkar eləmək üçün. Və necə ola bilər ki, Subhanallah, zinət sayılsın qadında, amma üz sayılmasın. Qardaşlar, burada nə fayda çıxır? O fayda çıxır ki, kişini görməyi ilə və yaxud eşitməyi ilə nə fitnəyə salırsa onu və ya həmçində qadını
Bu artıq qadağadır. Fərqi yoxdur. İstəyir eşitməklə, istəyir də ki, görməklə. Allah Subhanahu va Taala qadağan eləyir. Baxsaq Əhzab surəsinin 32-ci ayəsinə, Əl-Əyə: "Ya nisa'ən nəbiyyə lestunna kəəhədin minən nisa'i İn ittaqaytunna fələ təxda'na bil qavli və yatma'əl-ləzi fi qalbihi mərad." Mənadır tərcüməsi: Siz ey peyğəmbərin zövcələri, Allahdan qorxacağınız təqdirdə siz qadınların heç biri kimi deyilsiniz. Buna görə də yumuşaq danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər. Yəni yumşaq danışmayın burada kimlə qəsd olunur? Sözsüz ki, kişilərlə. Baxın qardaşlar, burada yəni xəstəlik nədir? Şəhvət deməkdir. Yəni şəhvətə düşər insanlar. Nədən? Səsdən. Allah Subhanahu taala belə cəlb edici danışmağı belə qadağa eləyir burada. Kimə qadağa gəlir? Peyğəmbər sallallahu əleyhi və səlləmin zövcələrinə qadağa gəlir. Subhanallah. Və necə ola bilər ki, başqa qadınlara olmasın? Peyğəmbər sallallahu əleyhi və səlləmin ki, zövcələri Allah qorxusu onlarda başqa qadınlardan daha çox idi. Düzdürmü? Və həmçində ki, başqa qadınlardan daha kamil idilər. Başqa qadınlar göstərək, başqa qadınlara daha da çəkinmək, daha da bunları qorunmaq onların üzərinə düşər. Və həmçində ki, baxsaq, Sahiheyndə gələn, yəni Buxari və Müslimdə gələn hədisə Ayşə radiyallahu anhadan gəlir. Və necə bilirsiniz, ifk döyüşü adlanır. Yəni onlara qaydanda artıq ifk, yəni ki, Ayşə radiyallahu anhaya böhtan atılan əhvalatdır. O deyir, radiyallahu anhə Safvan ibn Muattali səsini yəni eşitdim. O gəlir və neynədim? Onun deyir, səsini eşidən kimi üzümü örtdüm. Radiyallahu anh deyir ki, o deyir, məni deyir, bundan qabaq deyir, görmüşdü. Yəni, nədən qabaq? Hicabın, yəni niqabın vacib olmağından qabaq görmüşdü. Burada da artıq nə fayda çıxır hədisdən? Yəni, qadınlar niqabın vacib olmamışdan qabaq üzləri açıq olardı. Peyğəmbər s.ə.v vida haccində o sahabə qadınlar kimi olarlardı. Peyğəmbər s.ə.v-lə gedənlər hamısı yəni üzlərini örtmüşlərdi. Kişilərdən üzlərini bağlamışlardı. Yəni həcdə yox, həcc yolundan gedir söhbət, səfərdə gedir söhbət. Amma ki qaldı məsələn sünnə tərəfinə. Sözsüz ki, bunun barədə də danışmaq olar. Amma misal üçün baxsaq biz, hətta belə o sünnə görən alimlər, misal üçün məşhur mühəddis, mücəddid Şeyx Albani rahimehullah, sünnə görməyinə baxmayaraq onun bütün qızları, həyat yoldaşları hamısı niqabda olublar. Yəni, bu o demək deyil ki, bir işə gələrəm, sünnə görürsənsə hansı əməli, ona ikrah eləyəcəksən, ona qarşı çıxacaqsan. Yəni sünnə o deməkdir ki, görürkən Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələri taxıbdı bunu. Düzdürmü? Sünnə də gəlir, hədislərlə gəlir. Yəni, bizim nə qədər ibadətlərimiz var ki, hədislərlə gəlir. Bu o demək deyil ki, yəni sən indi hansınsa tərk edirsənsə, onu əməl eləyənə qarşı çıxırsan. Gücün çatmır eləməyə. Əlhəmdülillah, heç nə. Sus, Allahdan istə ki, Allah səni müvəffəq eləsin. Amma ona qarşı çıxmaq nədir? Və həmçinin necə bilirsiniz ki, Allah Subhanahu va Taala qohumluq əlaqəsini kəsməyə qadağa eləyibdir. Xüsusən də nəyə görə kəssən? Allaha ibadətini artırdığına görə. Allah müstəhan, Allah köməyimiz olsun. Həqiqətən də çox acınacaqlı haldır. İnsanlar can atırlar, istəyirlər ki, yaxınları ibadətə yönəlsinlər, ibadət eləsinlər, örtünsünlər və s. axır. Amma biz isə eşidirik ki, bunu eləyənlərlə əlaqə kəsilir. Əksinə, sevinməlidir insan. Sevincinin hətta dərəcəsi belə olmamalıdır. Subhanallah. Əlhəmdülillah. O öz zinətini, öz gözəlliklərini başqa şəxslərin görməyindən qoruyur. Əslində elə gözəl qadınlarla bunlardır. Gözəl olan şeyə bəyəm kim oldu baxarmı? Əlbəttə ki, yox. Çöldə gəzən, çöldə nə bilim mən içki içən və yaxud da hansısa bir narkoman olan kimindən asılı olmayaraq o gözəlliyə necə baxa bilər? Ona görə də əlhəmdülillah o gözəlliyini qoruyur və yalnız ona Allah Subhanahu taala icazə verilənlərə göstərir. Allah daha doğrusunu bilir. Sözsüz ki, bundan daha çox geniş danışmaq olardı. Çox da olmasın deyə qısa olaraq buna belə cavab verdim. Allah daha doğrusunu bilir. Allah Subhanahu eşitdi bizi faydalananlardan eləsin.